Beynəlxalq Valyuta Fondunun açıqladığı sonuncu hesabata görə, bu il Lixtenşteyndə adam başına düşən ümumi daxili məhsul 226,8 min dollara bərabər olacaq. Yenavaz.com xəbər verir ki, adam başına düşən ümumi daxili məhsulun ən az olacağı ölkə isə Yəmən hesab olunur. Bu ölkədə adam başına düşən ümumi daxili məhsul Lixtenşteyn ilə müqayisədə 591 dəfə az, 383,7 dollar təşkil edir. Beynəlxalq Valyuta Fondunun məlumatına görə Azərbaycanda adam başına düşən ümumi daxili məhsulun bu il 7470 dollara bərabər olacağı gözlənilir. Azərbaycanda adam başına düşən ümumi daxili məhsul Lixtenşteynlə müqayisədə 30 dəfə az, Yəmənlə müqayisədə isə 19,5 dəfə çoxdur. Beynəlxalq Valyuta Fonduna görə adam başına düşən ümumi daxili məhsulun həcmi bu il keçmiş SSR və qonşu ölkələrində bu şəkildə olub. Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanda 2025-ci ildə 129 milyard 94 milyon manat ümumi daxili məhsul qeydə alınıb. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul isə 12602,2 manat olub. Onu da qeyd edək ki, Beynəlxalq Valyuta Fonduna görə bu il adam başına düşən ümumi daxili məhsulun ən yüksək və ən aşağı olacağı 20 ölkə bunlardır.